Bismillahirrahmanirrahim və bihi nəstəin və huvəl muvaffiqu vəl mu'in. Bu kitaba baxın. Bədaiül Fəvaid. Təliful İmam Əbi Abdillah Muhammed ibn Əbi Bəkr ibn Əyyub ibn Qayyim Əl-Cəvziyyə. İbn Qayyimin kitabıdır. Bədaiül Fəvaid. İbn Qayyim Cəvzi İbn Teymiyyənin məhsuludur və lap belə xüsusi şagirdlərindən biridir. Bədaiül Fəvaid kitabında səhifə 1471-də yazır və in kana məğluban alə şəhvətihi. Əgər kişi öz şəhvəti qarşısında məğlub olarsa, yaxaful anətə, belə ki, artıq zəhmətdən qorxa. Məsələn, kəl əsiri vəl musafiri vəl fəqiri, əsir düşmüş insan, musafir, fəqir və evlənməyə imkanı olmayan kişi cəzə ləhu zəlikə deyir, caizdir, eləyə bilər, istimna eləsin. Nəssə aleyhi Əhməd, özdə deyir, Əhməd ibn Həmbəl buna hətta dəlil də gətiribdir. Və rəvə ənə sahabətə və Əhməd ibn Həmbəl rəvayət gətiribdir ki, ənə sahabətə, sahabələr kənu yəf'alunəhu fi qəzəvatihim və əsfərihim. Deyir ki, öz demək müharibələrində, səfərlərində istimna eləyirdilər. İndi buna diqqət eləyin. Və in kənət imrəətən lə zəvcələhə. Yəni, bu, buradan kişinin işini həll elədi. Kişi getsin, istimna eləsin, azaddır. Bəs qadın nə eləməlidir? Və in kənət imrəətun lə zəvcələhə. Bir qadın ola ki, bunun əri olmaya, əri yoxdur. Bəs bu necə eləsin? Bu necə öz şəhvət hisslərini aradan qaldırsın? وَاشْتَدَّتْ غُلْمَتُهَا və bunun şəhvəti buna qələbə çalarsa, فَقَالَ بَعْضُ أَصْحَابِنَا يَجُوزُ لَهَا İttixadul ikrimbac. Deyir ki, əgər qadının şəhvəti ona qələbə çalarsa, deyir, bizim səhabələrimiz, bizim əshabımız, alimlərimiz, bizim tərəfdarlarımız deyir ki, caizdir ki, gəlsin, ikrimbacdan istifadə eləsin, öz şəhvət hisslərini öldürməkdən ötürü, aradan aparmaqdan ötürü. İkrimbac nədir? Deyir, və huvə şeyun yu'malu min culudin alə surəti zəkəri. Deyir, o bir şeydir ki, dərdən hazırlanır, özdəki kişinin cinsi orqan formasındadır. Fəsətudxiluhul mər'atu. Qadın onu özünə daxil edir. Əv mə əşbəhə zəlikə. Ya o da olmasa, yəni o dərdən hazırlanan ikrimbəc kimi də olmasa, deyir, məsələn, mə əşbəhə zəlik. Buna oxşar şeylər, məsələn, min qithəin, xiyardır və qari' sığarin və o nazik boranı ki vardır, nazik boranı. Bundan eləyə bilər, istifadə eləsin və öz şəhvət hisslərini doyuzdursun. Bunu Bədaiül Fəvaid kitabında 1472-də deyir. İndi siz qəzavət eləyin.